Salam, 8-ci kimya dərsinə başlayırıq. Mövzumuzun adı belədir: kimyəvi birləşmələr. Mövzuya başlamadan öncə belə bir maraqlı hekayə deyək. Uzun illər öncə 1 aprel zamanı ABŞ-ın, yəni ABŞ-nin Michigan ştatında qəzetdə belə bir məlumat yayılır. Şəhərin borularında dihidrogen monooksid adlı təhlükəli maddə var. Həmin maddə paslanmanı artırır, insanların boğulmasına səbəb olur. Bundan sonra təşviş yaranıb və bəzi insanlar hətta şikayət ediblər həmin maddə barədə. Və sonradan bəlli olur ki, bu zarafatdır və sadəcə söhbət sudan gedir. Məsələ nədir? Dihidrogen monooksid, yəni dihidrogen, di2 deməkdir. Monoksid də yəni bir oksigen. Yəni 2 hidrogen, 1 oksigen. Yəni söhbət H2O-dan gedir, sudan gedir. Həqiqətən də su paslanmanı artırır və insanları boğa da bilir də dənizdə, çayda və s. Yəni əslində bunu müəyyən qədər dəyişikliyə uğradıb və nəticədə belə məlum olur ki, insanların bir qismi kimyəvi birləşmələrin nə olduğunu tam olaraq qavramayıblar. İndi isə biz kimyəvi birləşmələrin nə olduğunu və ümumiyyətlə nə mənaya gəldiyini izah eləyəcəyik. Kimyəvi birləşmələr digər deyişlə mürəkkəb maddələr və ya qısaca sadəcə maddələr də demək olar. Əvvəlcə soruşaq, kimyəvi birləşmə nədir? Biz elementlər keçdik ayrı-ayrı, misal üçün hidrogen elementi, oksigen elementi və s. digər elementlər, çoxlu sayda element var. Bu elementlər bir-biri ilə birləşib kimyəvi birləşmə əmələ gətirir. Qısa izah budur. Misal üçün hidrogen elementi ilə oksigen elementi birləşir, su əmələ gətirir. Və yaxud da dəmir elementi ilə misal üçün kükürt elementi birləşir və nə əmələ gətirir? Pirit əmələ gətirir. Və yaxud da kalsium elementi ilə karbon elementi və oksigen elementi birləşir və birləşəndən sonra təbaşir əmələ gətirir və s. Bu misalları uzatmaq olar. Deməli, kimyəvi birləşməyə belə tərif verə bilərik. 2 və daha çox element birləşib kimyəvi birləşmə əmələ gətirir. Bu izahdan sonra indi birləşmə ilə onu təşkil edən elementlərin xassə fərqi haqqında gəlin danışaq. Misal üçün, biz misal göstərdik bayaq, kalsium karbonat. Bu təbaşirin, yəni təbaşir özü kimyəvi birləşmədir və onun formulası kalsium karbonat bu cür ifadə olunur. İndi gəlin onun element tərkibinə baxaq. Element tərkibi cəhətdən, tərkibində var kalsium elementi, var karbon elementi, var oksigen elementi. Kalsium suda həll olan metaldır. Karbon qara rəngli, hansı ki, hisin kömürün tərkibini təşkil edən maddədir. Oksigen isə yanmağa kömək edən havadakı qazdır. Amma kalsium karbonat hər üçündən fərqlənir. Məsələn, kalsium həll olan metal olduğu halda kalsium karbonat həll olmur. Karbon qara rəngdə olduğu halda kalsium karbonat ağ rəngdədir. Deməli, tamamilə əksidir. Oksigen yanmağa kömək etdiyi halda kalsium karbonat ümumiyyətlə yanmır. Bəs necə olur ki, tərkibində uyğun elementlər olduğu halda bu maddənin xüsusiyyətləri tamamilə fərqlənir? Səbəb budur ki, kimyəvi birləşmə əmələ gələn zaman onu təşkil edən elementlərdən fərqli xassələr qazanmış olur. Misal üçün, kalsium karbonat əmələ gələn zaman nə kalsiuma, nə karbona, nə də oksigenə bənzəyir. Və yaxud da digər bir misal burada göstərmişdik. Misal üçün, su. Suyun formulası H2O-dur. Su hidrogen və oksigen qazlarının reaksiyasına əmələ gəlir. Yəni, hidrogen qazı tərkibindəki hidrogen və oksigen elementlərini ifadə edən hidrogen qazı və oksigen qazının reaksiyasından su əmələ gəlir. Digər deyişlə hidrogenin yanmasından. Hidrogen də oksigendə adi halda qaz halında olan maddədir və hidrogen yanıcı maddədir, oksigen də yanmağa kömək edən maddədir. Bəs necə olur ki, bunların birləşməsindən əmələ gələn su, yəni kimyəvi birləşmə, bunlardan tamamilə fərqlənir. Çünki su adi otaq temperaturunda maye haldadır və xassələri hidrogen və oksigendən kəskin fərqlənir. Ona görə ki, çünki kimyəvi birləşmə əmələ gələn zaman artıq onun tərkibindəki elementlərin xassəsi ortadan qalxır, yeni xassələr qazanmış olur. Beləliklə, kimyəvi birləşmənin nə olduğunu başa düşdük. İndi isə kimyəvi birləşmələr yazıda necə ifadə olunur, onu qeyd edək. Necə ki, elementlər yazıda simvollarla ifadə olunurdu. Misal üçün, qızıl, aurum, yəni simvolu belə idi. Gümüş, argentum. Və yaxud da ki, kükürdün simvolu S kimi ifadə olundu. Karbonun
S kimi ifadə olunurdu, hidrogenin H kimi və s. Yəni bu simvollarla yazılırdı. Eyni zamanda kimyəvi birləşmələr də kimyəvi formullarla qeyd olunur. Misal üçün biz bayaqları dedik, kalsium karbonat, yəni təbaşir formulası kalsium CO3 şəklində göstərilir. Və yaxud da ki, suyun formulası H2O şəklində göstərilir. Və yaxud da ki, karbon qazı CO2 şəklində göstərilir. Bu siyahını uzatmaq da olar. Və bu qeyd elədiyimiz yazılar adlanır kimyəvi formul. Yəni, kimyəvi birləşmələrin yazıdakı işarəsi kimyəvi formuldur. Məsələn, sulfat turşusunun formulunu yazaq. Sulfat turşusu özü kimyəvi birləşmədir. Onun formulunu yazarkən biz görürük ki, tərkibində bir elementlərin işarəsi var, bir də balaca kiçik yazılışla rəqəmlər var. Bunlar nəyi ifadə edir? Biz elementlərin işarəsini onsuz da bundan qabaqki dərslərdə izah eləmişik və öyrənmişik. Deməli, hər hansı bir maddənin tərkibində, məsələn, sulfat turşusunda H, S və O yazılmasının səbəbi odur ki, yəni həmin o birləşmənin tərkibində hidrogen elementi, kükürt elementi və oksigen elementi var. Qısası, birləşmənin tərkibində hansı elementlər varsa, onlar qeyd olunur formulda. Bəs yaxşı, aşağı sağ küncdəki o kiçik yazılışla olan ədədlər nədir? Məsələn, H2, SO4 və bu şəkildə yazılır. Bu 2 və 4 nədir? Nəyi ifadə edir? Bunlar indeks adlanır. Loru dilində ayağındakı ədəd də deyilir. Sürətli şəkildə biz deyirik bunu yazı yazanda. Amma elmi adı indeksdir. İndeks kimyəvi birləşmənin tərkibində, yəni molekulun tərkibində neçə dənə atom olduğunu göstərir. Yəni bu o deməkdir ki, sulfat turşusunda 2 dənə hidrogen atomu var. 1 dənə kükürt atomu var. 4 dənə də oksigen atomu var. Bunlar birləşib sulfat turşusu molekulunu əmələ gətirir, yəni kimyəvi birləşməni əmələ gətirir. Ona görə də biz hidrogen 2 dəfə yazmaq əvəzinə 2 hidrogeni elə ayağında 2 yazırıq, yəni 2 dənə hidrogen var. 4 dənə oksigeni birləşdirib yazı O4 şəklində yazırıq. Bəs yaxşı, bir dənə atom olanda nə yazırıq? Onda heç bir şey yazmırıq. Yəni H2S1O4 olmaz. Bir heç vaxt yazılmaz. Və yaxud da ki, suyun formulunda H2O o deməkdir ki, suyun molekulasında 2 hidrogen və 1 oksigen var. Ona görə də onun şəkli formada göstərsək, məsələn, hidrogen atomlarını belə göstərməliyik, bir də oksigen molekulu. Yəni 2 hidrogen, 1 oksigen molekulu birləşir, daha doğrusu atomu birləşir, bir su molekulunu əmələ gətirir. Bunlar ayrı-ayrılıqda elementdir, əmələ gələn isə kimyəvi birləşmədir. Qısacası birləşməni ifadə edərkən formuldan istifadə edirik. Formulda simvollar, yəni bax bu simvollardır və indekslərdən istifadə olunur. İndekslər hər bir simvol uyğun atomdan neçə ədəd olduğunu göstərir. Məsələn, təbaşirdə bayaqlar kalsium karbonat yazdıq. Bu nə deməkdir? Kalsium karbonat, yəni kalsiumdan bir dənə, çünki burada indeks yoxdur axı, deməli bir dənə kalsium atomu var. Karbon bir dənə atom var. Oksigen burada 3 yazıb, yəni 3 dənə də oksigen atomu var. Şəkli formada, qrafik formada göstərsək, onda belə ifadə edə bilərik. Bir dənə kalsium atomu, 3 dənə oksigen atomu və bir dənə də karbon atomu. Bunların hansı ardıcıllıqla yerləşməsi, necə sırayla yerləşməsi isə gələcəkdə öyrənəcəyik. Məsələn, buradakı birləşmə bax bu şəkildə birləşir. Deməli, daha doğrusu biz bunu bu şəkildə ifadə eləyək. Bu şəkildə və bu formada. Yəni, bu formada bir birləşmə əmələ gətirir. Biz onun tərkibində sayırıq. Kalsium bir dənədir, o karbon bir dənədir, 3 dənə də oksigen var. Ona uyğun formulda kalsium karbonat yazırıq. Qısacası indeks atomların sayını göstərir. Bəzi maddələr də var ki, onlar qeyri-molekulyardır. Məsələn, biz bayaqları göstərdik su, H2O. Bu molekulyar maddədir. Yəni, H2O molekulları var, biz o kimyəvi birləşməni ifadə edirik. Amma bəzi maddələrdə var ki, onların molekulu yoxdur. Misal üçün, qumu götürək. Kvars qumunda silisium və oksigen atomları ardıcıl surətdə birləşir. Yəni, misal üçün, bir silisium atomuna 2 oksigen atomu birləşir. Və ondan sonra yenə silisium atomu gəlir, yenə oksigen, yenə silisium, yenə oksigen. Bu şəkildə ardıcıllıqla biz onu ifadə edə bilərik. Bu ardıcıllığı uzatmaq da olar. Yəni, sanki şəbəkə əmələ gətirirlər. Uzun torvari bir quruluş əmələ gətirirlər. Yaxşı, biz buna molekul kimi baxmış olsaq, gərək onda məsələn biz yazaq silisium məsələn 1 milyon, məsəl üçün deyirəm 1 milyon, oksigen 2 milyon.
Biz bunu belə yaza bilmərik ki, indi burada milyon yazdı, yəni ədədlər uzun-uzadı, ədədlər biz yaza bilmərik. Buna biz molekul kimi baxa bilmərik. Bəs bu kimi hallarda, yəni molekul olmadığı hallarda biz kimyəvi birləşmənin formulunu necə yazırıq? Bu cür vəziyyətlərdə hər atoma neçə atomun düşdüyünü hesablayırıq. Məsələn, qumda bir silisium atomuna 2 oksigen atomu ümumilikdə düşür. Yəni məsələn 100 silisium atomu varsa 200 oksigen atomu var. Nə bilim 1000 silisium atomu varsa 2000 oksigen atomu var. Və biz bunu sadələşdiririk və nəticədə bizə bəlli olur ki, 1 silisium atomuna 2 oksigen atomu düşür. Ona görə də formulu ifadə edərkən silisium və oksigen ayağını indeksləri 1 yazmırıq, 2-ni yazırıq. Silisium dioksid. Yəni molekulyar quruluş qeyri-molekulyar quruluşda olduqda həmin maddələrdə formul elementlərin say nisbətinə görə müəyyən olunur. Məsələn, burada silisium dioksid molekulu yoxdur. Yəni formulası bu şəkildə olan molekul yoxdur. Silisium dioksid molekulu yoxdur. Amma bunu say hesabı ilə, məsələn, silisiumlarla oksigenlərin say hesabı, məsələn, milyonun 2 milyona, 5 milyonun 10 milyona uyğun şəkildə ixtisar apardıq və görürük ki, buna 1, buna 2 düşür. Ona görə silisium dioksid qoyuruq adını. İndi isə kimyəvi birləşmələrin adlandırma qaydalarını ifadə edək. Əslində biz gələcəkdə maddələri keçdikcə qeyri-üzvü kimyada, üzvü kimyada adlandırmanı daha ətraflı şəkildə öyrənəcəyik. Ona görə də burada qısaca mən ifadə edəcəm. Adlandırmanın bir neçə növü var. Məsələn, bayaqdan göstərdiyimiz maddələrin biz kimyəvi adını göstərə bilərik, kimyəvi adını. Bir də biz göstərə bilərik trivial ad. Trivial ad nədir? Yəni tarixi ad. Misal üçün, karbon qazı bu şəkildə yazılır, CO2. Biz buna ad verərkən karbonun adını qeyd edirik. Sonra görürük ki, burada 2 dənə oksigen var. Karbon dioksid. Bu kimyəvi adıdır. Amma buna həmçinin tarixi adı var. Yəni trivial ad verilib. Tarixi adı da karbon qazıdır. Tarixi ad bütün maddələrdə yoxdur. Bəzi maddələrdə var. Amma kimyəvi ad, yəni bizim verdiyimiz bu, belə deyək də, qanuni bu ad bütün maddələrdə var. Əvvəlcə biz buradakı əsas o adlandırma, kimyəvi adlandırmanın qaydasını deyək. Bu adlandırma qaydaları əvvəlcə biz bilirik ki, burada elementlərin hər birinin adı var. Bəzilərinin qısa adı var, bəzilərində ümumi adı var. Məsələn, burada karbon, oksigen. Bu adları ifadə elədik. Bəs buradakı D nədir? Bu da indeksləri göstərir. Bunun üçün biz Latın Yunan ədədlərindən müəyyən qədər məlumatlı olmalıyıq. Bunu da yenə biz gələcəkdə ətraflı keçəcəyik. Sadəcə bəziləri mən demək istəyirəm. 1. Mono şəklində qeyd olunur. 2. D şəklində. 3. Tri şəklində. Siz onsuz da böyük əksəriyyətiniz ingilis, rus dili, yəni xarici dillər keçirsiniz. Çoxsu da bənzəyir. Yəni müxtəlif dillərdəki ədədlərə bənzəyir. Və yaxud da 4 tetradı, 5 penta, 6 hexa, 7 hepta və s. Biz indi ən çox 7-ci sinif səviyyəsində bu 3 rəqəmi bilsək kifayət edir. 1 mono, 2 D, 3 tri. Onda bəzi maddələrin adlarına baxaq. Misal üçün biz burada baxdıq, karbon dioksid CO2 idi, ona görə dioksid dedik. Bəs karbon bir dənə oksigen olan da var. Onda nə deyirik? Onda deyirik karbon monoksid. Çünki bu dəfə bir dənə oksigeni var. Monooksid. Və bunun da yenə tarixi adı var. Bunun da tarixi adı dəm qazıdır. Və yaxud da ki, amoniyak. Bu NH3 belə deyək, formulalı maddədir. Bunun tarixi adı ammonyak qazıdır. Ammonyak. Amma eyni zamanda biz buna azot, trihidrogen şəklində və yaxud da ki, monoazot və ya trihidrogen monoazot şəklində və s. qeyd edə bilərik. Amma ən çox ammonyak adından istifadə olunur. Və yaxud da ki, biz suya, H2O-ya həm tarixi olaraq su deyirik. Tarixi adlar ümumiyyətlə hansı maddələrdə var? Əvvəlcədən, yəni 100 illərdir bizə məlum olan bəzi maddələr var ki, onlara tarixi ad qoyulub. Burada istisna hallar da var. Amma əsasən qədimdən bəri bizə məlum olan maddələrə tarixi adlar vermişik. Amma yeni maddələr isə əsasən tarixi ad verilməyib, sadəcə bu şəkildə adları qalır. Aydındır? Və indi H2O-ya biz gəlin kimyəvi adını verək. Dihidrogen, çünki 2 dənə hidrogen atomu var. Dihidrogen monooksid.
Yadınızdadırsa girişdə belə bir hekayə verdik ki, ABŞ-də dihidrogen monoksid adlı borularda təhlükəli maddə olduğu qeyd olunmuşdu. İnsanlar da çaşbaş düşüb elə bilmişdilər ki, bu hansısa kimyəvi maddədir, zəhərli maddədir. Sonradan bəlli olmuşdu ki, burada söhbət sudan gedir və bu 1 aprel zarafatıdır. Həqiqətən də su nədir? Boğucudur da, suda boğulub ölmək mümkündür və yaxud da su hətta bir dəfə də ifadə olunub başqa bir qəzetlərin birində və orada da qeyd olunub ki, su yanğını söndürür, nə bilim paslanmanı artırır və s. və ilaxır. Deməli bu deməli belə dihidrogen monoksid şəklində ifadə olunanda əslində nə imiş? Su imiş. Yəni əslində bu sadəcə olaraq kimyəvi adıdır. Və yaxud da keçək başqa bir maddə CH4. Adətən qısa şəkildə elə biz CH4 deyirik, məsələn məsələləri həll eləyəndə, test topusunu həll eləyəndə. Amma digər yandan karbon tetrohidrogen də deyə bilərik. Və yaxud da bunun tarixi adı metan qazıdır. Metan qazı. Yəni üzvü kimyada adı metan qazı şəklində ifadə edə bilərik. Hansı ki, evimizə gələn təbii qazın əsas hissəsini təşkil edir. Bir neçə də nümunə göstərək. Əslində biz maddələrə keçdikcə hamısının formullarını yavaş-yavaş tanış olacağıq. Məsələn, növbəti dərslərdə xüsusən məişətdə, təbiətdə ən çox məşhur olan maddələri izahını verəcəm. Amma bir neçə maddə ilə də burada tanış olaq. Misal üçün, bayaq verdiyimiz silisium dioksid. Bu, həmçinin qumun tərkib hissəsidir. Kvars qumu da deyilir. Və yaxud da burada görürük kalsium oksid. Buna monokalsium monoksid şəklində demirik. Elə kalsium oksid şəklində də qısaca ifadə edirik. Monodur, didi və s. bunu o halda istifadə edilir ki, məsələn, bayaq dedik karbon qazı və dəm qazı. Görürük ki, ikisində birində oksigen bir dənədir, birində 2 dənədir. Bunları fərqləndirmək üçün sadəcə deyirik karbon monoksid, digərində isə deyirik karbon dioksid. Yəni fərqləndirmək lazım gəlindi. Yoxsa məsələn bəzi maddələr var ki, onun ilə bir dənə oksidi var. Misal üçün H2O, məsəl üçün dihidrogen monoksid deyirik, bir də dihidrogen dioksid də deyə bilərik. Yəni hansı ki biz növbəti dərsə keçəcəyik, peroksid ilə el arasında hidrogen peroksid. Yəni 2 oksigen var. Amma bəzilərində isə bir dənə oksigen, həmin o maddənin cəmi bir dənə oksidi var. Başqa bir oksidi yoxdur. Misal üçün buradakı o kalsium oksid kimi və yaxud da ki başqa bir maddədən götürək, məsələn berilyum oksid. Bunun cəmi bir dənə oksidi var. Ona görə berilyum oksidi demir, berilyum monoksid. Bu qaydaların ətraflı maddələr keçsə yavaş-yavaş biləcəksiniz. Məsələn, burada kalsium xlorid deyirik birbaşa. Kalsium dixlorid demirik. Çünki kalsiumun monoxloridi yoxdur. Sonra kalium bromid deyirik birbaşa. Və yaxud da ki, burada məsəl üçün belə day demirik. Dinatrium, kükürt, tetraoksid demirik. Bəzi qaydalar var. Misal üçün, burada fikir verin. SO4 hissəsinə. Bu sulfat turşusunun qalığıdır. Ona görə burada deyirik natrium sulfat. Aşağıdakında deyirik kalsium sulfat. Kalsium sulfat. Və yaxud da ki karbon qazının, daha doğrusu burada görürsünüz, bu karbonat turşusu da H2CO3. Burada hidrogenlər çıxanda yerdə qalan hansı metal daxil eləsək ona uyğun ad veririk. Məsələn, burada deyirik kalsium karbonat. Kalsium karbonat. Day demirik kalsium mono karbon tri oksigen demirik. Və yaxud da ki kalium karbonat və s. Biz bunu gələcək dərslərdə hər bir maddəni keçəndə daha ətraflı sizə aydın olacaq. Əslində məntiqlə bir problem yoxdur. Məntiqlə deyə bilərdik. Tutaq ki dikalium monokarbon tri oksid, amma bu kimyəvi ad uyğun gəlmir. Yəni bu məşhur kimyəvi ad deyil. Beləliklə dərsimizin sonuna çatdıq. Növbəti dərsdə növbəti videolarda, dərs videolarında daha çox maddələr haqqında öyrənəcəyik. Hər maddənin formulu, xüsusiyyətləri. Təbii ki, biz bütün maddələri öyrənə bilmərik orta məktəb kimyasında, amma ən vaciblərini öyrənmiş olacağıq. Sağ olun, növbəti dərslərdə görüşənədək.